mental sağlığa bir də təsir etmək üçün, bir də niyə deyirəm, yoga təsir edir, nəfəs texnikası edir, qida özü, bağırsaq, beyin əlaqəsini aktivləşdiririk, o düzgün qidaları seçməklə və vacib prosedurlarımızdan biri hər gün yeni qonaqlarına verilən günün sonuna doğru axşam yeməyindən əvvəl çox intensiv bir qrafikdir. Faktiki arada boşluqlar var relaks üçün. O relaks otağımız var ki, orada da xüsusi tezlikli o səs terapiyası, musiqi terapiyası, sound healing deyirlər, xüsusi tezliklərlə vücudun titreşimini, vibrasiyalarını daha sağlam vibrasiyalara yönəldirik və günün sonunu art terapiya sessiyaları ilə bitiririk. Bax, burada biz əlavə olaraq dediyinizin tam üstünə gələrək insanın vücudunu eşitməsi, vücudunu bir də dərk eləməsi, müxtəlif heç ağlına gəlməyən prosedurlardan adam nəsə düzəldir, adam fərqli materiallarla əlində sıxır, oynayır və mütəxəssisin suallarına cavab verməklə, beynində yeni insightlar yaratmaqla vücuda təsirini biz onun görürük və bir gün, 2 gün çıxış günlərində artıq adamı dəyişilmiş görüb və önəmli məsələ yenidən çıxan adamı biz sadəcə getdi, sağ ol demirik. Onların izləmə etapı başlayır. O follow dediyimiz, onlar növbəti təkcə qida 6 aylıq alqoritm verir ki, 2 aydan sonra nə olacaq, 4 aydan sonra nəfəs texnikaları, həmin o art terapevtin növbəti onlayn görüşləri falan. Bu davamlı bir kontrola gəlir o adam.